Bu gün İlqarla Qarabağın 3-cü transferinin çəkilişinə gedirik. İlqar deyir ki, hər şey möhtəşəm olacaq. Burada da sizə kombinlərimizi göstərirəm. Çəkiliş Dreamlanddə olduğuna görə biz də Dreamlanddə doğru hərəkət eləməyə başlayırıq. Gəlib çıxdıq. Mən də İlqar dedim vloqda mənim də səsim düşsün. Hal-hazırda Kaşı-Bəyazdayıq, oturmuşuq çörək yeyirik. Ondan sonra hazırlıqlar başlayır. Rauf Şirin də gördüyünüz kimi mənim Şirinimdir. Onun videosuna baxırıq. Çox istedadlı bir gəncdir. Epizod 3-də o da bizim səhnədə yer alıb çəkilib. Öpürəm onu, qardaşımızdır. Au. Here we go. Hardayıq biz? Dreamland villasında. Çəkilişdən əvvəl bir selfie elədik, sonra da başladıq çəkilişə. Sistemin əl hissəsini sən necə konverti götürür? Burada rejissor öz qeydlərini verdi və biz səhnəni canlandırdıq. İlqarın səhnəsi bitəndən sonra burada da mənim səhnəmi canlandırırıq. Sonra baxırıq ki, necə alınıb. Əlbəttə ki, yaxşı alınacaq çünki mükəmməl bir aktyoram. Təbii ki, bu bir zarafatdır. Oyunçunun digər səhnələrini çəkmək üçün izah edirik. Orada da mən zarafat edirəm, hamını güldürürəm həmişəki kimi. Xalçada çəkiliş var, orada gedirlər. Prosto mən hal-hazırda getməliyəm evə, əynimi dəyişməliyəm. Getməliyəm, bir dənə çəkiliş var ora. Ayrı bir çəkiliş. Hə, öpürəm hamınızı, sağ olun, var olun. Möhtəşəm çəkiliş idi. 3 saniyəlik kadrım var idi mənim orada.